Qırmızı işıq insan həyatının xəttidir əslində. Onu keçmək təkcə qaydanı pozmaq deyil, birinin sabahını riskə atmaqdır. Amma bəzi sürücülər bunu dərk eləmirlər. Qırmızı işıqda hərəkət eləməyi bəziləri cəsarət kimi, bəziləri də vaxt itirməmək kimi görür. Amma bu cəsarətli addımların sonu çox vaxt xəstəxana otaqlarında sonlanır. İşıqfora fikir vermədən keçən sürücülər əsasən kameraların və polis əməkdaşlarının olmadığı ərazilərdə müşahidə olunur. Bəzi hallarda isə bunun əsas səbəbi yol hərəkəti şəraitinin çətin olmasıdır. Məsələn, yol ayrıcının qarşısında tıxac yarandıqda avtomobillər tez-tez zolaq dəyişməyə məcbur qalır. Belə vəziyyətdə sürücü güzgü vasitəsilə digər nəqliyyat vasitələrini izləməyə diqqət yetirir ki, avtomobili zədələnməsin. Nəticədə onun diqqəti işıqfor siqnalından yayınır. Bu cür situasiyalarda yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır. Üstəlik, bəzi hallarda işıqforların görünməməsi də vəziyyəti daha da mürəkkəbləşdirir. Yasamal rayonunun ərazisində Hakim Abbasov küçəsinin Şəfaət Mehdiyev küçəsində birləşdiyi yer var. O Tbilisi prospekti tərəfdən gələndə orada bir svetofor var. Bir qəşəng bir çınar ağacının içində o svetofor gizlənir. İnandırırsınız ki, sürücü bilməsə ki, burada svetofor var olur, onun yanına keçəcək. Çünki görmür heç nə. Ağacın arasındadır. Ona görə bax, belə səbəblər də var. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qırmızı işıqdan keçməyin təhlükəli olması və acı nəticələri ilə bağlı bir neçə dəfə video məlumatlar paylaşılıb, lakin maarifləndirmə tədbirlərinə baxmayaraq, sürücülərin bir qismi qırmızı işıqdan keçməyin təhlükəli olduğunun fərqində deyirlər. Respublika üzrə baş verən yol nəqliyyat hadisələrindən görürük ki, bəzi sürücülər svetoforun qadağan edici siqnalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir. Qırmızı işıqda keçmək yalnız cəriməli nəticələnmir. Bu həm də yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Svetofora yaxınlaşdıqda sürəti azaltmalı, lazım olan təhlükəsizlik tədbirləri görməli və siqnalların tələblərinə riayət olunmalıdır. Bir daha sürücülərdən xahişimiz yol hərəkəti qaydalarına ciddi riayət etsinlər. Qeyd eləyək ki, nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam elətdirilməsinə görə sürücülərə 100 manat məbləğində 3 cərimə balı tətbiq olunur.